sentyabr 2020-ci il saat 09:10. Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülk əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatı başlaması barədə qərar verilib. Bugün səhər Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmuşdur. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə ateşlər, zərbələr endirir. Hak yolundayıq. Bizim işimiz hak işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Azərbaycan ictimaiyyəti Vətən müharibəsinin rəsmən başladığından Müdafiə Nazirliyinin bu açıqlamaları ilə xəbər tutur. Azərbaycanın əzəli Qarabağ torpaqlarına baş verən və cəmi 44 gün davam edərək zəfərlə yekunlaşacaq dəmir yumruq əməliyyatı beləcə başlamış oldu. Mən Eyübova Gülnar, şəhid Eyübov Turalın anası. Biz əslən Kürdəmir rayonunun Molla kəndindənik. Tural 1992-ci ildə iyul ayının 2-də dünyaya göz açmışdı. Tural 11 aylığına kimi Molla kənddə yaşayıb, bir yerdə 1992-ci ildə iyul ayının 7-si biz Rusiyaya köçmüşük. Tural Rusiyada məktəbə getdi və orada təhsilini 2005-ci ilə kimi davam elədi. Dərslərini çox yaxşı oxuyurdu. Tərifnamələri vardı, təşəkkürnamələri vardı, lövhədə şəkilləri vardı. Dərslərini çox gözəl şəkildə oxuyurdu. Tural 2009-cu ildə orta məktəbi bitirdi. Azərbaycana qayıdandan sonra 240 nömrəli məktəbdə təhsilini davam elətdirdi. Həmin məktəbdə də 2009-cu ildə təhsilini bitirdi və universitetə hazırlaşırdı. 2009-cu ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsinə daxil oldu. Dövlət Universitetinə daxil oldu, özü imtahanlarını verirdi, yəni bizim heç bir köməyimiz dəymədi uşağa, özü öz biliyi ilə məktəbi başa vurdu, diplomunu aldı. Demək 2005-ci ildə biz Rusiyada yaşadıq. Orada yaşayanda biz istəyirik ki, uşaqları Azərbaycana gətirək, vətənpərvər böyüsünlər uşaqlar, öz dillərini unutmasınlar, Azərbaycan tərbiyəsindən böyüsünlər, İslam tərbiyəsindən böyüsünlər. Belə yığışdıq, gəldik Azərbaycana. Deməli, biz Azərbaycana qayıdandan sonra Tural başladı Azərbaycan tarixi ilə maraqlanmağa. Təbii ki, bunlar dərsliklərdə də keçirlərdi. Tural 92-ci ildə dünyaya gələn zaman o hadisələr baş verən zamanlar idi. Yəni körpə idi, heç nədən xəbəri yox idi. Artıq o böyüdükcə başladı bu tarixi öyrənməyə, məlumatları öyrənməyə. Xocalı faciəsindən həmişə ona çox təsirləmişdi o Xocalı faciəsi. Hər zaman deyirdi ki, qadınlara necə də pis zülm elənib orada. Onun qeyrəti qəbul eləmirdi. Çox narahat olurdu ki, qadınlarımıza belə zülmlər elənibdi. Yəni o bilirdi ki, bir gün ermənilərlə üzbəyüzə gəlməlidir, vuruşmalıdır. O buna hazır idi. Xoş halva deyərdim. Xoş halva. Ne gözəl aqibətim var imiş. Çox şükür. Deməli biz bizim də ailəyə qismət olacaqmış şəhadətdir.
Biz fəxr edirik, Tural şəhid oldu. Mən Turalla bərabər bütün şəhid analarının qarşısında baş əyirəm. Turalla bərabər o biri şəhidlərin qarşısında baş əyirəm. Anaların qarşısında baş əyirəm ki, belə qeyrətli oğullar böyütdülər, vətən uğrunda, din uğrunda qurban verdilər. Allahdan qazilərimizə şifa diləyirəm. Allahdan analarına səbir diləyirəm. Şəhidlərimizin analarına səbir diləyirəm. Allah ordumuzu qorusun. Azərbaycan ordusunu qorusun. Bir də onu demək istəyirəm ki, şəhidləri unutmasınlar. Nə olur olsun onları heç vaxt unutmasınlar. O bir şəhid vurulanda ölmür, unudulanda ölər. Biz bu gün varıq, sabah yox. Onu arzu edirəm millətimizdən, elimizdən, obamızdan ki, şəhidlərimizi heç zaman unutmasınlar. Onda biz rahat olarıq. Çünki onlar öz canlarını, müqəddəs canlarını sevə-sevə verdilər. Sevə-sevə getdilər. Arxaya baxmadılar. Ailələrini düşünmədilər. Atan-ananı düşünmədilər. Cavan ailələri, körpələri var idi. Onları düşünmədilər. Öz canlarını fəda elədilər vətən uğrunda. Elimizin, obamızın o ləkə ki var idi bizim üzərimizdə. Onları rahat şəkildə sildilər. Şəhid Tural Eyyubovdan danışacağıq. İşğalçıların Qarabağda törətdikləri vəhşilikləri eşidib, Xocalı faciəsinə görə çox sarsılmışdı. Qisasını vətən müharibəsində aldı. Özlə canı qanı bahasına. 29 yaşlı leytinant Eyyubov ölümündən sonra vətən uğrunda Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilir. Başdaşlarımız namuslu qeyrəti daşır şəhid. Dünyanın qeyrətən saran odunumuz azadlık odundan Keçib ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizin şəhidlər? Dünyanın heyrətən sağlar. Bəzi görüntülər var ki, sözün fərq etdiyi zirvələr qarşısında belə aciz qalır. Elə 2019-cu ildə lentə alınan şərhə ihtiyacı olmayan bu kadrlar kimi. Öz tonunda, bəylik libasında, vağzalı sədaları altında üçrəngli bayrağa bürünmək. Bu, vətən sevgisinin ən gözəl, ən qüsursuz nümunəsi deyilmi? Vurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül canlar, Azərbaycan, 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 Azərbaycan. Ey əziz anam, Azərbaycan.
Allah bayrağımızı uca eləsin. Allah xalqımızı, millətimizi uca eləsin. Allah düşmənlərimizi zəlil eləsin. Erməni qəsbkarları məhv eləsin. Yaşasın Azərbaycan ordusu, Azərbaycanın qüdrətli ordusu. Qurban olum xalqıma, millətimə, torpağıma. Gün o gün olsun ay hacı, belə toyları Qarabağımızda keçirdək. İnşallah oradakı məscidlərdən Allahu Əkbər sədası ucalsın göylərə. Allah bu xalqın düşmənlərin rüsvay eləsin. Necə ki onlar hər yerdə rüsvaydılar. Tural bəy, toy necə gedir? Allah sizdən də razı olsun qardaşım, var olasın inşallah. O gün olsun elə oğullara ata olasınız ki, övladlarınız dünyanın ən böyük səhnələrində bayrağımızı ucatsınlar inşallah. Dostlara nəsə ürəyinizdə sözsüz olar, birdən buyurun. Allah'ımızın canı sağ olsun. Cennet ortamlar olsun. Allah'ımıza kömək olsun. Çok sağ olun. Gürültülü alqışlar gəlsin bəyimizə. Allah bəyimizi xoşbəxt eləsin. Tural 29 il ömür yaşadı. Ürəyində daşıdığı vətən sevgisi ruhuna hakim kəsilən Qarabağ meskili ilə. Bu 29 ili qürurla yaşayan şəhid leytenant Eyyubov ucaldığı zirvə ilə bütün yaxınlarının başını uca etdi. Müharibə getməmişdən əvvəl ata olacaq, xəbərini almışdı. Şəhidli barədə söz düşmüşdü. Dedi ki, şəhid övladı deyib çağıracaqlar. Bir həftədən sonra getdi döyüşlərə. Orada da şəhidlik zirvəsini ucaldı. Tural oktyabrın 21-də gülə-gülə çıxdı. Böyüdüyü, övladını böyüdəcəyi ocaqdan. Azadlıq arzusunun ardınca getdi. Mərmilərin yağış kimi yağdığı döyüş meydanında qorxmadan inamla dayandı. Son damla qanına qədər vuruşdu. Ruhunu, canını bu yolda təslim etdi. Tural zəng gelirdi mənə, evin hal-əhvalını soruşurdu. Mən ona deyəndə ki, nə var, nə yox, hardasan? Tural elə bir abu-hava ilə danışırdı ki mənimlə. Elə bir ki, bu adam heç vəfşi müharibədə deyil. Yoldaşı ilə elə bir danışıblar, oğlum olsa Həsən Hüseyin olacaq, qızım olsa Meryem olacaq. Onun qızı gəldi. Məğrur qəhrəman, məzarında rahat uyu. Bayram ab havası ilə getdiyin torpaqlarda vətənə əmanət etdiyin Məryəmin adına layiq qəhrəman atanın yadigarı kimi böyüyəcək. Elə sənin də arzuladığın kimi. Ruhun çad, cənnətdəki ilk doğum günün mübarək. Cənablik. Qalan oldunuz, unutmaq olarmı sizin şəhidlər? Dünyanın heyrətə salı oldunuz, azadlıq odunda yalan oldunuz.
Yetib Kövsər bulağına, can verib cənnət bağına, çatanlara salam olsun. Tural, sənə salam olsun. Sən bizlənsən burada. Sənin toyun mənim yadımdadır. Mən oxumuşam sənin toyunu. Sən toyunda bayrağa bürünmüşdün. Biz Azərbaycan nəğməsi oxuyurduq. Sabah mən ölsəm mənim nəşim bayraqla qəbrə getməyəcək. Çox bu bayrağı əlimdə qaldırmışam. Amma onunla qəbrə getməyəcəm. Lakin sən toyunda da bayrağa büründün. Öləndə də bayraqla getdin qəbrə. Məqamın uca olsun qardaşım. Allah səni və bütün şəhidlərimizi, o çox sevdiyin, məni toyva çağırmışdın ki, mən orada İmam Hüseyndən oxuyam. Həzrət İmam Hüseynə sizi qonaq eləsin. Ruhunuz xalqımıza, millətimizə, dövlətimizə duaçı olsun. Allah Azərbaycanın müzəffər, qüdrətli ordusunu və rəhbərini qorusun. Allah bu xalqımızı qorusun. Bura gələnlərin əlindən, ayağından öpürəm ki, bunlar sənin qonağındılar. Bunlar şəhid qonaqlarıdırlar. Bunlar hamısı böyük məqam əldə eləyiblər ki, bugün gəliblər sənin ziyarəti və hər insana nəsib olmaz şəhidlik məqamı və hər insana da nəsib olmaz şəhidi ziyarət eləmək. Bir daha ata və anavın qarşısında ədəblə onların əllərindən öpürəm. Sənin toyunda demədiyin sözləri bugün məzarın üstə deyirəm. Allah ruhunu bizlərə, xalqımıza duaçı eləsin. Azərbaycan, sənin öz sözündür bu. Sənin ürəyimin sözüdür bu. Azərbaycan, mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Eşitdim, davadalaş salırmışsan getmək üçün. Ki, mən getməliyəm, balamı da unuttun. Xanımı da, atanı da, ananı da, dedin hər şeydən üstün mən üçün vətəndir. Vətən sənə oğul deyib qardaş, bundan artıq nə dərdin? Məqamın uca olsun, ruhun qarşısında baş əyir. Kısa zamanda peşəkarlıq səviyyəsini yüksəldərək dünyanın 50 güclü silahlı qüvvələri arasında yer alan Azərbaycan ordusu Vətən Savaşında ən müasir dövrün 21-ci əsrin müharibəsini apardı. 1-ci Qarabağ müharibəsində bir neçə ilə itirilən torpaqlar çox qısa vaxtda, təxminən 6 həftə ərzində işğaldan azad olundu. Vətən müharibəsində Azərbaycanın bütün silahlı qüvvələri birlik olub, düşmənin başına dəmir yumruğu edildi.
və torpaqların azad olması üçün başlanan savaş zəfərlə nəticələndirildi. 44 günlük zəfər dolu vətən müharibəsi, dünyada analogu olmayan Azərbaycan tarixinə şanlı zəfər salnaməsi yazan, 30 illik həsrətə son qoyan möhtəşəm 44 gün. Bu 44 günün hər saatında, hər dəqiqəsində qəhrəmanlıq hekayəsi yazıldı. Zəfərli 44 gündə hər bir əzmi, mərdliyi ilə bir dastana çevrildi. Vətən müharibəsində 10 minlərlə gənc mövqeyindən, vəzifəsindən, rütbəsindən asılı olmayaraq, Ali Baş Komandanın vətən uğrunda irəli əmri ilə öz ata-baba yurdlarının harayına hay verdi. Silaha sarılaraq mənfur düşmənə həddini bildirməyə tələsdi. Hörmətli yadullah kişəm, oğlunuz haqqında qısa və konkret vətənpərvərin uşaqlıq körpə vaxtları necə Tural sizin özdə bir övlad kimi, oğul kimi necə təsir bağışlayır və böyüməyi haqqında? Yəni qısa və konkret. Çox sağ olun, əziyyət çəkmişsiniz, o gözəl vaxtınızı bizə həsrləmişsiniz. Allah sizdən razı olsun. Biz bildiyiniz kimi biz Rusiyada yaşamışıq, Naxodka şəhərində yaşamışıq. Yəni, bura gəlməyimizin o vətən sevgisi görürsünüz, elə vətən sevgisi ondan başlayıb ki, biz yeni yetmə yaşlarına çatıblar uşaqlar, hər iki oğlum. Qərara gəlmişik ki, bunu bu gündən belə bu vətənin tərbiyəsini görməlidir, ölkəmizin tərbiyəsini görməlidir, ölkəsini tanısın, vətənini tanısın, dilini tanısın. O nöqtə nəzərdən uşaqlarını götürmüşəm, ailəmi gəlmişəm Azərbaycana. Azərbaycanda 2005-ci ildə gəlmişik. Bir daha onun vətən sevgisi onun toyunda görünəcək ki, o bayrağa necə görünüb bəy çıxır. Vətənə böyük sevgisi olub Turalın. Tural bəy 2005-ci ildə gəlirlər Azərbaycana. Orada qəbul olur, 240 nömrəli məktəbə qəbul olur orada. Təhsilini davam edib. 2019-cu ildə ailə həyatı qurubdur. 2019-cu ildə ailə həyatı qurub. Bu müharibə başlayanda da o sevə-sevə müharibələr qoşulur. Yəni, müharibə başlayan gündən Allah rəhmət eləsin, cənab generalımız Polat Haşimov dünyasını dəyişəndə o böyük bir sarsıntı keçirdi. Çox kədərləndi. Sıvışmırdı elə, aprel döyüşlərin iyul ayında da, iyul ayında olan iyul ayında. Və onda o adam özü də deyirdi ki, elə bir ki, müharibəni əli ilə qoymuş ki, müharibə olacaq, yəni belə-belə. İnanın, o adam o gündən bu günə kimi bizim elə bir ki, xoş günümüz keçmirdi. Bu adam elə qalmışdı, elə bir ki, gedib o Qarabağın problemini bu həll edəcək. Bu insan döyüş başlayan, mənə deyirdi hələ o vaxta kimi, deyirdi ki, bax, mən şəhid olacam, özü hazırda günəm. Başvuru dik tut, o sözləri mənə deyirdi, inanın, o şəhidlərin ruhuna and olsun, o insan o söz deyirdi mənə. Deyirdi ki, başvuru dik tut, yəni özü indidən hazırda günəm ki, yəni belə bir şey ola bilər. O yoldaşı hamiləliyin, yəni bildi ki, yoldaşı hamilədir, oktyabrın 12-si. O insan məsələn onda deyirdi ki, Körkan dünyaya gələndə Körkan şəhid balası deyib çağıracaqlar. Öz-özünə hamısı elə bir ki, olmuş şeydi, danışırdı, senaryoda qurub danışırdı. Belənçik. Çox sağ olun, yəni belə də ki, o müharibədə məsələn, ölkə başçımız elə bir cəmaatı ruha gətirmişdi ki, özü də cəmaatla ki, müharibədə etdi. İndi gedib o avtomat alıb, əlinə getirmə gedir ki, orada. Cəmaatı elə bir ruha gətirmiş ki, yəni onun siyasəti qarşısında istər-istəməz, mən şəxsən özüm də hədəsliydim deyə vuruşmağa, nəinki balam. Yəni, onun siyasəti altında, onun o dəmir yolu altında hamı yığışdı da deyildi. Hamı yığışdı, şükür Allah'a da bəhrəsini də gördük. Bir evin, bir necə deyirlər, bugünkü günü atanın, ananın dayağı olan bir Ruslan kimi qardaşın haqqında olan təəssüratlar olur. İşləmək istəyək. Çox sağ olun. Biz cəmi 2 qardaş olmuşuq. Aramızda da yaş 1 il 8 aydır. Yəni, bir taytuş olmuşuq, bir böyümüşük, bir oynamışıq, məktəbə bir qeyb gəlmişik.
uşaqlığımız bir keçib. Mənim həm dostum idi, sirdaşım idi. Canımın bir parçası idi, bir sözlə. Ayrılıq acısı çox ağırdı. Yaxınlığı itirəndə həqiqətən çox ağırdı. Allah heç kəsin nəsib eləməsin. Bu acını yaşatmasın. Vətənpərvərliyi onun çox şeylə danışmaq olar. İdmançılarımız birinci ev tutanda o ki, qürur hissi ilə himnimiz səslənirdi, bayraq qalxırdı. Onun sifətindəki ab-ı havanı görməyimiz özü bəsləyər. Şəkildəki bayrağa bükülmüş boyundandır. Boyundandır, bayraqla girdi. Atam dedi, vağzalı qətiyyən səsləndirmə Azərbaycan nəğməsi ilə girdi, çıxdı. Vətənpərvərliyi yüksək səviyyədə idi. Yəni, uşaqlığı Rusiyada böyüyüb, Rusiyada böyüyüb. Biraz da 16-15 yaşında köçüb bura. Yəni, onunla belə hər zaman orada yaşasa da belə bura bağlıydı. Azərbaycan başqa cürdür. Vətən onun üçün birinci yerdə. Yəni, dünyanın başında da olsa belə həmişə deyirdi Azərbaycan. Son danışığımız oldu. Yəni, onu heç çox unutmadı və ondan heç çox işitmədiyim bir söz mənə dedi. Yığdı mənə halallaşmaq. Sonradan başa düşdüm ki, halallaşmaya yığılmış. Sabah da yola düşürmüş. Yəni, mənə əslində heç bilmirdim sabah yola düşəcək. Onu da mənə deməmişdim. Dedi, qardaşım, sənlə fəxr deyir. Belə bir söz dedim. Sağollaşdıq. Belə. Biz için fəxrdir ki, bu günləri Tural şəhidimizin evindəyik. Siz də olan xalası olaraq bir şəhidimiz haqqında bir qısa xatirələr nə varsa və məlumat verək sizə. Tural, biz Rusiyada yaşayırdıq. Tural, mənim yanımda böyüyüb Tural balacalığı. Tural çox axıllı uşaq idi, qeyri bir uşaq, adi bir uşaq idi. Elə bir ki, Tural ilə vətən üçün doğulmuşdu. Çox vətənpərvər uşaq idi, çox şərəfli, qeyrətli, çox yaxşı uşaq idi. Tural balacalığından başqa cür uşaq idi. Tural üçün vətəni seçdi də, atanı, ananı, yoldaşını qoydu, getdi vətənə, vətən üçün doğulubmuş. Bizim için çok ağır olsa da ama gurur duyuruq ki, Tural gurur vericidir. Çok çətindir bizim için, çok ağırdır. Siz də Tural şəhidimizin haqqında bir xatirə. Hoş gəlmişsiniz sizinlə. Allah bütün şəhidlərimizi rəhmət eləsin, cəmi şəhidlərimizə, dostumun oğlu da onun içində. Tural bizim fəxrimizdir, qururumuzdur. Mekanı cennet olsun. Ne danışım, o kadar danışmalı sözler var ki Tural hakkında. Tural yüreğe sığmayan bir uşaq oldu. Qohumumuz, hamımıza hürmet eləyen. Peki neslimizin gözüydü Tural'a. O gitti vətənə. Vətən için gitti. Atasına, anasına səbir versin. Hoş görürüz sizə. Bibi olaraq bir şəhidimiz Tural haqqında nə danışa bilərsiniz? Sağ olun, çox sağ olun. Allah cəm şəhidlərimizə bir şad eləsin. Tural haqqında çox danışarıq. Fikrimiz çoxdur. Qürur vericidir. Nə qədər acı olsa da o qədər də qürur hiss edirik ki, vətənimizin azadlığı üçün, özümüzün azad yaşamamız üçün Tural kimi oğullar getdi canlarını vətənə, bu millətə qurban verdi. Turalın son gedişi oktyabrın 19'unda bizə gəlmişdi, 2001-ci ildə. Mənlə danışıq oldu, dedi ki, mən müharibəyə gedirəm. Çox israr elədim ki, Tural getmə, xahiş edirəm, atan xəstədir, qəza elədirsə. Bir kəlmə söz dedi mənə, o sözün yanında susdu. Müharibədə döyüşən oğullar məndən artıq deyil. Mənim yerimə hansı anan oğlu getsə, şəhid olsa, vicdanımız bunu götürəcəkmi? Bu kəlməsindən sustum həqiqətən də ki, Tural belə bir qeyrətli oğul idi. Vətən üçün, xalq üçün. Hətta öz canınla bərabər ailəsini də qurban verdi. Ata-ananı, evladını, yəni özünü görmədiyi evladını. Yuxularıma girir tez-tez. Yuxularda çox görürəm Turalı. Yəni çox danışırıq yuxuda, həqiqətən də. Yəni əvvəl təzə şəhid olanda mənə çox ağlayırdım, dedi ki, ağlama dedi. Dedim, bəs Tural haradasan? Dedi, əlini uzatdı, mənə yatdığı yeri görsətdi. Dedim, mən orada. Baxdım ki, ora Kərbaladır. Dedim, ay Tural, ora Kərbaladır. Dedi, hə, mən oradayam dedi. Yəni, qızıl gülün içine bürünmüş bir halda idi. Ondan sonra çox yuxularımda görmüşəm, hətta
bir dəfə ağlayırdım. Xütbə deyirdi Hacı Rami'nin gecə Məhərrəm ayıdır. Onda həmən gecə Turala işarə elədim ki, Tural hardasansa. Həmən gecəni gəldi yuxuna girdi. Yəni xanım Fatime Zəhra onu vicdanına alıb apardı. Yəni mənə bir işarə eldir ki, yəni həqiqətən də Quranda Allah Taala dediyi kimi ki, şəhidlər ölmür. Ki Tural hardadır. Düzdür. Şəhidlik məqamı ucadır. Amma ayrılıq çox acı hissi. Yəni Tural mənim bilim oğlu nəvəsidir. Amma mən Turalı çox istəyirdim. Turalla yaxın münasibətimiz çox olub. Burada çox qalmışam. Turalı çox tanıyırdım. Yəni bir qeyrətli oğul kimi tanıyırdım. Həqiqətən də müharibəyə getməmişlər. Balacalığından tanıyırdım. Belə bir çəkilişlər çox olsa, onlar gələcək nəslimizə də unudulmayacaq. Onlar da yaşadacaq, onlar da çəkiliş eləyəcək. Belə bir qəhrəmanları tanımaq üçün. Salam şehitler bulağı, salam şehitler bulağı, salam şehitler. Mən 44 günlük Haqq Savaşı Tural Eyyubov'un atasıyam. Tural könüllü olarak o Haqq Savaşı'na qoşulub 25 oktyabrda şəhidlik zirvəsinə ucalmışdır. Bugün Azərbaycanda anım günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əskər zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əskər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bugün biz azad edilmiş torpaqlarda qurub yaradırıq. Şəhərlərimizi, kəndlərimizi bərpa edirik. Və həm şanlı zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz bu torpaqların sahibləri bu torpaqları yenidən həyata qaytarırıq.
şəhidlərimizin şərəfinə bu abidə, bu qaya parçası burada Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər 5 kənd 2-ci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Gərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Füzuli rayonun kəndləri və Cəbrayıl rayonun kəndləri, Böyük Mərcanlı və Nüzgər kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz bax burada, bu yerdə vermişik və bu abidənin yanında düşmənin səngəri yerləşirdi. 5-6 müdafiə xətti mövcud idi bu istiqamətdə və Azərbaycan əskəri, Azərbaycan zabiti ölümə gedirdi. Bax bu müdafiə xəttini və bundan sonraki müdafiə xəttlərini yarmaq üçün. Sözün əsl mənasında ölümə gedir. Öz canını fəda edir ki, üç rəngli bayrağımız Şuşada və bütün digər o vaxt işğal altında olan torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı öz layiqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bugün böyük gurultusuyla diyebiliriz ki Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Bu böyük qələbədir. Və şəhidlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Vətəni sevməyən insan olmaz. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Sen benim köksümde çarpın rəksən, mən sən köksümdə